Hər birinizi salamlayıram. Bugün 9-cu sinif dərsin diaqnostik qiymətləndirmənin izahını çəkəcək. İlk sualdan başlayaq. Burada baxırıq ki, modul işarəsidir və içərisində mötərizə var. İlk növbədə bilirik ki, hər zaman mötərizənin içini həll eləməliyik. Mötərizənin içini həll eləsək, 4-ü 2-yə bölsək, 2, 2 + 2, 4. Sonra vurmanı eləyik. 6 və 4-də 24. 8-dən 24 çıxsaq, -16, amma modul olduğu üçün müsbət 16 çıxardırıq. İndi keçirik ikinci tərəfə. Yenə modulun içərisində birinci vurmanı yazırıq. 6 və 2 eləyir 12. 2 üstə əqrək 12, 14, 14-dən də 18, -4, yenə mod olduğu üçün müsbət 4 və 2-yə vurduqda isə 8. Deməli, cavab olaraq nə aldıq? 8. Birinci misalımızın cavabı 8. Keçək ikinci misala. İkinci misalda birinci aşağı hissəni bilir ki, 1/3 gələndə 3/4 olur. Və kəsri bölərkən, yəni birinci dur, ikinci tərs döndüyü üçün elə bunu belə yaza bilər ki, 1/3 bu neçə olacaq? 4/3. 1/3-də 4/3 gəlsək neçə olur? 4/7. Bu indi bərabərlik olduğu kimi yazaq. Burada isə nə edirik? Çarpaz şəkildə vururuq. Yəni 4x bərabərdir 21-ə. X-i buradan tapsam 4/21 və hətta onluq kəsrdə çevirmək istəsəz, onluq kəsrdə çevirib yaza bilərsiniz. Yəni, hər iki halda cavabınız açıq suallarda düz qəbul olunacaq. Sonra ikinci sual, üçüncü sual daha doğrusu. Bilir ki, modulda, məsələn, x-in yeni hər hansı bir 2 rəqəmi yazsaq, 3-dən 2 çıxsaq müsbət olur. Bilir ki, modulun için müsbət olduqda olduğu kimi çıxır. Amma qarşı mənfi olduğu üçün x-in qarşısına müsbət qoyuruq, çıx 2x. İndi burada nə alırıq? 3x çıx 3, çıx 2x. Yenə buradan 2 qoymuşuq axı. 2-ni qoyub yoxlasaq 6, 6-dan 3 xana yenə müsbət. Deməli, modul olduğu kimi çıxacaq. Çıx 3, çıx 2x. Buradan da baxırıq ki, 3x çıx 2x çıxanda neçə qalacaq? 2x çıx 3 olacaq. O da hansı variantda? A variant olaraq qeyd edirik. Sonra məhlul məsələlərinə. Deyir 20 kq faizi məhlul. Duzluq faizini 25%-ə yüksəltmək üçün neçəli tuzlu buxarlandırmaq lazımdır. Bil ki, məhlul məsələsində ilk növbət duzdan suyu tapaq. Birinci 20-nin 20%-ni tapaq. Yəni nə qədər duz və su olduğunu tapırıq. Buradan tapırıq ki, 4 qram duz var. Duzla suyu altda yazsaq, 4 qram. Əgər 20 kiloqramın 4 qramı duzdursa, onda yerdə qalan 16 qramı sudur. İndi bizə deyir ki, nə qədər su buxarlandırsaq. Su nədən buxarlanır? Sudan da duzdan buxarlanmaz axı. Ona görə çıx x yazırıq. Yəni, buxarlandırma varsa sudan çıxırıq. Sonra isə bir yuxarıda hər zaman maddəni yazırıq. Maddəmiz duz olduğu üçün, 4 qram olduğu üçün onu yazırıq. Aşağıda isə bunların ümumi cəmini yazırıq. Bu da neçə eləyir? 20 çıx x. Vursaq 100-ə bizim faizimizi verər. Neçə faizi duz məhsul olduğunu onu da bizə verir 25. İndi bu tənliyi həll etsək 20 çıx x-də 4, 25-i 100-ə bölsək 4/1, yenə çarpaz vursaq 16 bərabərdir 20 çıx x-ə, yenə burada x-i neçə alırıq? 4. Deməli, 4 qram su buxarlandırsaq nə edərik? Biz 25%-li məhlul almış olarıq. Sonra keçdik 5 nömrəli. 5 nömrəli misalları həll edərkən kökün hər birini bir tərəfdə saxlayın. Bax, məsələn, bunu ötürürəm bu tərəfə. Sonra isə hər tərəfini kvadrata yüksəldin. Hər tərəfini kvadrata yüksəltsək, köklərimiz getdi. 3x çıx 1 bərabərdir 2x + 5 alınır. Buradan indi x-ləri bir tərəfə geçsək, 2x burada müsbətdir, bu tərəfə geçirsək mənfi, 3x-dən 2x çıxsaq x qalır. 1 burada mənfidir, bu tərəfə ötürsək müsbət, o da olur 6. Deməli, tənliyimizin cavabı neçə olur? 6 olur. Sonra 6-cı. 5-ə bölmə. Bu ədədləri 5-ə bölə bilmək, o boyda hasili bölməkdənsə 5-ə bölünmə əlamətindən istifadə edirik. 5-ə bölünmə əlaməti nədir? Son bir rəqəmi əgər 5-dirsə, 0-dırsa 5-ə bölünür. Ona görə son rəqəminə baxırıq. Bunun son rəqəmi 7-dir. 7-yi 5-ə bölsək 2 alınır. Bunun yerinə 2 yazır. Yəni qalıq 2 alınır. 3-ü də 5-ə bölü, 3 5-dən balaca olduğu üçün qalığın elə özüdür. Yəni, onda bunların hasili edici üçün yalnızca qalıqların hasilini yazır. 2 dəfə 3 6 edir. İndi 6-nı 5-ə böldükdə qalıq neçə düşürsə də bizim bu ifadələrimizin hasilinin də 5-ə bölməsindən alınan qalıq odur. 6-yı da 5-ə bölündə qalıq neçə düşür? 5 düşür. Sonra 7-ci. Tənqidlər sistemini həll edin və deyir, M-in hasilini tapın. Tənqidlər sistemini həll etmək üçün baxıram ki, burada eyniləşdirəcək bir şey eləməliyim. Yuxarıda 4M var, aşağıda 2M var. Onu eyniləşdirə bilərəm. Yəni, yuxarıki olduğu kimi dursun.
Aşağıdakının hər tərəfini 2-yə vurum. 2-yə vursam 4-üm, hər birini vurmalıyam. 6n bərabərdir 4-ə. İndi baxın, 2 eyni bir şey alındı mı? Gəlin hər tərəfdən çıxaq. Çıxsaq, burada nə alacaq? N. Buradan elə bir tərəf-tərəfə çıxıram. 4m ilə 4m çıxanda 0, mənfi 5 ilə mənfi 6n çıxanda 2 mənfi qoşa gəndə müsbət olur. Nesə müsbət n qalır. Birdən də 4 çıxanda nə qalır? Mənfi 3 qalır. Deməli, n-i burada neçə tapdıq? Mənfi 3 tapdıq. İndi gətirək istənilən birində yerinə qoyaraq m-i tapa bilərik. Fərqi yoxdur. Birincidə mi qoyasınız, ya ikincidə mi qoyasınız? Deyək ki, mən birincidə qoyuram. 4m üstə gələk 15 bərabərdir 1-ə. 4m bərabərdir 14-ə. M də bərabərdir 14 böl 4-ə. Buradan da bunu tapdıqdan sonra, daha doğrusu mənfi. Sadəcə mənfi 3 vuruq, mənfi 4-də 17-yə. Sonra keçdik ikinciyə. Baxın, bizdə nə deyir? Deyir şəkildə YF düz xətt ABC-də kvadratının CD-yə 3 bucaqdır. Baxın, burada AD deyir ki, bərabərdir CY-yə. Bəs bu kvadratın bütün tərəfləri axı bərabərdir. Onda mən alırammı ki, bu belə, bax, bu 3 bucaq bərabər yanlı 3 bucaqdır. Digər tərəfdən BCF. Bura 20 dərəcədir. Bura bilir ki, 90 dərəcədir. Bu düppədüz xətt bilir ki, 180-ə tamamladığımız üçün bura 90-ın üstünə 20 gəlsə 110, onda bu təpə bucaq 70 dərəcə olur. Bərabər yanlı 3 bucaq yaratmışdıq da, təpə bucağı 70-dirsə, 2 bucaqlar eyni olmalıdır axı. Və 3 bucağın daxili bucaqların cəmi bilirik ki, 180 dərəcədir. 180-dən 70 çıxsaq, yerdə nə qalır? 110. Onda hər bucağa neçə düşür? 55 dərəcə. Deməli, axtardığımız bizim DY, bu DYC bucağımız, yəni baxın, bu bucaq 55 dərəcəyə bərabərdir. Sonra 9-cu sual. Deyir, bir nasos hovuzu 7 saatda doldur, ikinci 6 saatda boşaldır. Birinci nasosun gücünü 40% artırıb, ikincinin gücünü 40% azalacaq. Baxın, birinci nasos 7 saatda doldurur. İndi baxın, 40% artırmaq nə deməkdir? Elə bir 100%-dir də ümumi faizimiz. 100-ün isə 40 gələndə 140 eləyir. Yəni 40% artımı elə belə yazaq, 1,4. Üstə gələk, 40% azalmazsa 100-dən 40-a çıxırıq, onda 60, 100-ə bölünə 0,6-da 6 yazaq. Burada amma çıxma yazacaq, çünki niyə deyir? Boşaldır deyir. Boşaldır deyəndə çıxırıq. Bərabər eləyir x-də 1-ə. 7-dən 6 ortaq vuruq eləsək, 42. 42-yi 7-yə bölsək, 6, 6-yı 4-ə vursaq, 6 və 4, 24, 8 tam, neçə olacaq? 10-da 4. Sonra 7-ni 6-ya vursaq, neçə olacaq? 4 tam 10-da 2. Bərabərdir x-də 1. 8 tam 10-da 4-dən 4 tam 10-da 2 çıxsaq, elə 4 tam 10-da 2 qalır. Böl 42 bərabərdir x-də 1. Buna vergüdən azad eləsək, burada qalır. O elə bir cavabı 10-da 1 bərabərdir x-də 1. Bunu da hər zaman tapmaq üçün tərsinə çeviririk. Yəni x nəyə bərabərdir? 10-a bərabərdir. Bu da oldu bizim 9-cu sualımızın cavabı. Sonra 10 tipli misallar ən çox, yəni belə deyil, sınaqlar olsun, imtahanlar olsun, düşən çox sual tiplərindəndir. Bax, baxıram ki, burada x-in kvadratıdır. Amma burada kvadratsızdır. Gəlin bunu hər tərəfini kvadrata yüksəldək. Hər tərəfini kvadrat, birincinin kvadratı. Birincinin ikinciyə vurma hasilinin 2 misli. X-də 1-ə vuranda nə düşür? Sadəcə 2 qalır, ikincinin kvadratı. Bərabərdir. 5-in də kvadratı 25. İndi baxın, gördük mü? Burada nə alındı? X kvadrat 1 alındı. Sadəcə mənfi 2-ni o tərəf ötürəndə müsbət eləyir. Cavab nə çıxır? 27. Deməli, elə baxın, bu lazım idi mı? Cavab nə çıxdı? 21, daha doğrusu 27 çıxdı. 11-ci sual. Ədədin mənfi üstü qüvvəti nə deməkdir? Ədədi tərsinə çeviririk, üstü müsbətə düşür. Belə. Üstə gələk, bu da 2 üstü 1. Belə olur. 1 də 1 ilə 2 neçə qüvvət olursa 1 olur. Deməli, 1 üstə gələk 2-də 1. O da neçə eləyir? 1 tam 2-də 1 və ya onluq kəsrlə yazsaq 1 tam 10-da 5 eləyir. Sonra ikinci, ABC düzbucaqlı üçbucağında deyir, BD-miz 4-dür. Və AD 5-dir. Baxın, bu balaca bir belə baxsız düzbucaqlı üçbucaqdır. Pifagor teoremə görə bura 4, bura 5-dirsə, onda bu hissə 3 olacaq. İndi bizdən nə soruşur? Bizdən soruşur ki, bax bu ADS üçbucağın diqqətlə fikir versəniz, körbucaqlı üçbucaqdır və körbucaqlı üçbucağın hündürlüyü hər zaman kənara düşür. Ümumiyyətlə, bax, elə bunun hündürlüyü bu AB elə bu üçbucağın hündürlüyü sayılır. Ona görə onun sahəsini hesablamaqdan ötürü bunun oturacağı neçədir?
Oturacağı neçə veribdi? 8. Hündürlüyü neçə tapdıq? 3. 8-i vuruq 3-ə, bölürük 2-yə. Eləyir neçə? 24. 24 2-yə böləndə 12. Deməli, bizim üçbucağımızın sahəsi 12 oldu. Sonra bu tipli misallarda burada ortaq vuruq da eləyə bilərsiniz, irrasionallıqdan azad da eləyə bilərsiniz. İrrasionallıqdan azad etmək nə deməkdir? Qoşmasına vurub bölmək. Bunun qoşması nədir? Üstə gələyi. Onda yuxarını da bilirik ki, nəyə vururuqsa, aşağını da ona vurmalıyıq. İndi kökdəki ki, bunun hansı düstura? A kvadrat B kvadrat. Birincinin kvadratı, ikincinin kvadratı 1 qalır. Yuxarıda isə deməli nə alındı? Kökdə 2 plus 1-in 2-dən olduğu üçün kvadratı. Üstə gəlir. Onda aşağı da bax. Bunu da qoşması nə olacaq? 1 çıx kökdə 2. Burada da 1 üstə gəlir kökdə 2. Daha doğrusu 1 çıx kökdə 2. İndi yenə aşağıdan 1 qalacaq. Yuxarıdan isə nə qaldı? Burada 1 çıx kökdə 2-nin kvadratı. İndi nədir? Vuraq açaq 2, üstə gələk 2 kökdə 2, üstə gələk 1, üstə gələk 1, çıx 2 kökdə 2, üstə gələk 2. Bax ki, kökdə 2-lər getdimi? 2-nin üstə 2 gəldik 4, 4-ün üstünə 2 gəldik 6. Deməli, bu misalımızın bir dəqiqə nədir? Hə, burada işarə səhvi getdik. Baxın, çünki axı burada 1 çıx kökdə 2 yazdıq. 1 çıx kökdə 2 yazdıq. Burada da 1 çıx kökdə 2-nin kvadratın olduğu üçün arada bunun işarəsini dəyişdiyi üçün mənfinə. Yəni, burada bu A qarşıdakı nə olacaq? Mənfi olacaq. Plus 2 minus olacaq. Buradan da baxın 2-lər getdi. 1-lər getdi. Yerdə sadəcə nə qaldı? 4 kökdə 2 qaldı. Sonra 14-cü sual tərs teoremdən də həll eləyə bilərsiniz. Bax, bunu 2 cür həll eləyə bilərsiniz. Bir üsul bunu ortaq vuruq eləyirsiniz. X-də 1 vur X-də 2. Yuxarıda nə qalır? X2 üstə gələk X1. Bilik ki, bunu da çevrilmiş kvadrat tənliyə döndərik. Yəni, çevrilmiş kvadrat tənlik nədir? X kvadratının əmsalı 1 olsun. Yəni, X kvadratı çıx 2,5x üstə gələk 0,5-ə. Bilik ki, tənliyin köklər cəmi əks işarə X-in qarşısındakına, köklər hasili isə öz işarəsi ilə sərbəst həddə bərabərdir. 2,5-i də 0,5-ə böləndə neçə düşür? 5 düşür. Deməli, bunun cavabı nə oldu? 5. Bu bir üsul. İkinci üsul, bu tərs teoremin kökləri. Tərs teorem necə olur? Sərbəst həddlə x kvadratın əmsalı yer dəyişdirir. Yəni, x kvadratı çıx 5x üstə gələk 2. Burada da yenə eyni qaydada, bax, gətirivini köklər cəmini elə promoy nəyə bərabər olur? Buradakının, yəni əksinə elə promoy 5 götürürsünüz. Bu da ki, adi müxtəsər Ruma düsturudur. Bunu aça bilərik ki, bunu necə açaq? A açıq 2B, A üstə gələk 2B. Müxtəsər Ruma düsturundan aşağıdakını da ortaq vuruq eləsək, A-da açıq 2B olur. Bilirik ki, kəsir-kəsirə bölmək üçün birinci durur, ikinci tərs dönür. A üstə gələk 2B olur. A üstə gələk 2B ilə A üstə gələk 2B gedir. Açıq 2B ilə açıq 2B gedir. Bu A da aşağıdadır. Tam məxrəcdə olduğu üçün yuxarı qalxır. Cavab olur A kubu. Sonra diaqonallar alsaq rombun sahəsi neçə kvadrat santimetrdir? Bilirik ki, rombun sahəsi diaqonallar hasilinin yarısıdır. 6 vur 8 bölü 2 48. 48 də 2-yə böləndə 24 eləyir. Sonra 17-ci sualda baxaq nədir? Deyir, ABCD düzbucaqlı trapesiyasında AB 12-dir. DB'miz 13'dür. DC'miz 4 olursa trapesiyanın sahəsini. Biz trapesiyanın sahəsi nəyə bərabərdir? Orta xət, yəni orta xət nədir? Oturacaqların cəminin yarısı vururuq hündürlüyə. Burada hündürlük baxın budur. Bu da bir dənə düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq Pifagor teoremə görə tapa bilərəm. Bura 12, bura 13-dürsə 169-dan 100 qırılsa 25, 25-dən 5 çıxır. Deməli, hündürlük neçəymiş? 5 imiş. 4-ün üstə 12 gəldik. Elədi 16. 16 2-yə bölsək 8. 8 də 5-ə vuracaq. Olacaq 40. Sonra koordinatların kəsməsi. Kəsməsini tapmaq üçün yadda saxlayın. Hər zaman funksiyaları bir-birinə bərabərləşdirirsiniz. Buradan da çarpaz vursaq 20 bərabərdir 9x çıx x kvadratı. Bir tərəfə yığsaq x deməli neçə olur? Bu tərəfə keçək kimi 9, daha doğrusu x kvadrat çıx 9x üstə gələk 20. İndi bu VT görə asanlıqla tapa bilərsiniz. Cəmi 9 hasili 20, köklər cəmi 9 hasili 20 eləyən ədəd hansı ədəd olar? 4 ilə 5 olar. Baxın, 4 ilə 5 olan variant hansındadır? B variantında.
Sonra 19-cu sual. Diametrin ucları çevrəyə toxunan düz xətt 6-12 sm məsafədədir. Bax, bu bizim diametrimiz. Deyir, diametrin ucları çevrəyə toxunan düz xəttdən 6 və 12 sm. Bax, elə bil ki, bu çevrəyə düz xəttdəndir. Bir ucu budur, bir ucu budur. Biri deyir, çevrəyə toxunan düz xəttdən 6 sm və 12 sm məsafədədir. Diametrin ucları çevrəyə toxunan deyir, düz xəttdən 6 sm və 12 sm məsafədədir. İndi diametrin ucları buradan məsafəni deyirsə də, bu toxunan, yəni uclar çevrəyə toxunan düz xətt, baxın, toxunan nə deməkdir? Yəni çevrələ bir dənə ortaq nöqtəsi olsun. İndi deyir ki, diametrin ucları çevrəyə toxunan düz xəttdən 6 və 12 sm məsafədədir. Çevrənin radiusu neçə santimetr olar? Üzrsən, burada əlaqə etdi. Baxın, burada çevrəyə toxunan şəklini edən çəkim, toxunan. Bax, məsələn, belə bir diametr çəkirəm. Uclar məsafəsi deyəndə, bax, buradan deyək ki, məsafə deyəndə bu söhbətdə. Məsələn, buradan 12 sm, buradan da belə götürsək 6 sm. Hər tərəfdən götürsək, bu diametrin mərkəzi olur da. Buradan bura 12, buradan bura 6. Bizə nə deyir? Çevrənin radiusunu tapın. Bu da çevrənin diametrdən bura çəkilən radius olur. Onda radius burada necə düşür? Orta xətt kimi düşür. Deməli, onda 6 üstə gələk 12 böl 2. Bizə nəyə verəcək? Radiusu verəcək. O da oldu neçə? 18. 18-i 2-yə böləndə oldu 9. Sonra burada baxaq. Burada baxır, açıq B var. Hər tərəfdən açıq B var. Götürdüm, ortaq vuruq. Bir də C çıxa var. Bax, kvadrat olanda bunu istənilən kimi dəyişə bilərsiniz. Yəni, C çıx A-nın kvadratı da yaza bilərsiniz. Kvadratın içində dəyişəndə dəyişmir. Ona görə bu nə? C çıxa. Götürdüm. Yerdə nə qaldı? Burada açıq B qaldı bu hissədə. Bu hissədə nə qaldı? Açıq B-ni götürdüm, yəni mötərizə çəkməyim. Bu hissədən yazım, bu ara vurmadı. Yerdə nə qaldı burada? Açıq B-dən biri qaldı. Bu hissədə isə C çıxadan biri qalacaq. C çıxa. İndi baxın, burada A-lar getdi. Deməli, yerdə nə qaldı? Açıq B, C çıx A, bir də C çıx B qaldı. Cavabımız hansı variantdadır? Oldu C variantı. Bu da sonuncu sualımız. İzahımız sizin üçün aydın oldusa da YouTube kanalımıza abunə olub bəyənməyi unutmayın. Sağ olun. Görüşənədək.